Hello and welcome to Tete a Tete, France 24's flagship interview show. Our guest today is the President of Azerbaijan, İlham Aliyev. Thank you very much, Mr. President. Thank you. Yeri gəlmişkən, Prezident Ermənistanla sülh sazişinin imzalanması şərtlərinə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Frans 24 kanalına müsahibəsində də ətraflı toxundu və kifayət qədər mühüm mesajlar verdi. Həmin mesajlar kövrək sülh münasibətlərinin xarakterinə düşünürük ki, tam aydınlıq gətirir. Odur ki, Prezidentin səsləndirdiyi nüanslara bir-bir toxunmağı vacib hesab edirik, əziz tamaşaçılar. Lakin öncə ondan başlayaq ki, bəli, Vaşinqton sülh razılaşmasından sonra Ermənistanla sərhəddə vəziyyətin sabitləşməsi hər iki tərəf ümumilikdə isə region üçün ciddi uğur sayılmalıdır. Çünki atəş açılmır, kimsə həyatını itirmir, kimsə yaralanmır və bugün Cənubi Qafqazda təhlükəsiz bir mühit yaranıb. Amma burada kiçik bir detal da var. Sülh sazişi və normallaşma bir-birindən tamamilə fərqli proseslərdir. Yəni bugün normallaşmanın elementlərini hər kəs görür və qiymətləndirir. Lakin bu elementlər nə qədər davamlı olacaq, yaxud kövrək sülh prosesinə təhlükə varmı? Var. Deməli, nə etmək lazımdır? Yekun sülh müqaviləsinə imza atmaq və salam. Bunun üçün də Prezidentin qeyd etdiyi kimi Hay Konstitusiyasındakı Qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir məzmunlu paraqraf Ali qanundan çıxarılmalıdır. Həmin paraqraf ləğv olunmayınca da yekun sülhdən danışmaq olmaz. Çünki bu, Azərbaycana qarşı ərazi iddiası deməkdir. Odur ki, məsələ mütləq şəkildə referendum səviyyəsində özünün hüquqi qiymətini almalıdır. Bir mənalı. The peace is already achieved. Artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin Xarici İşlər Naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamaq öyrənirik və bu çox yaxşı bir hissdir. It's a very good feeling. Bəli. Sülh sazişinin mətninin paraflanması artıq əməkdaşlıq istiqamətində addım atmaq üçün siyasi iradənin olduğunu göstərir. What are the opportunities for future Europe-Asia trade, also in terms of resilience and diversification? Münxen Təhlükəsizlik Konfransı çərçivəsində açıq dəhliz siyasəti, Transxəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusuna keçirilən panel müzakirələrdə iştirak edən Prezident İlham Əliyev bildirdi ki, həqiqətən də regionda yeni vəziyyət yaranıb. Amerika Birləşmiş Ştatlarının dəstəyi sayəsində bölgədə təmin olunan sabitlik gələcəyə daha inamla baxmağa və müxtəlif layihələr hesabına inteqrasiyanı daha da gücləndirməyə imkan verir. Ancaq hər bir halda qarşılıqlı anlaşma və ümumi maraqlara xidmət edən layihələrə keçid sülh sazişinin imzalanmasından keçir. Rəsmi Bakı, sülh forumunun sonuncu bəndi Ermənistan Konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasında israrlıdır və bu qərarı gələcək sülhün, eləcə də təhlükəsizliyin açarı sayır. Azərbaycan ilə Ermənistan arasında sonuncu qanlı toqquşmadan Vaşinqton sammitinə qədər çəkən müddət 2 ildən az olub. Düşünürəm ki, bütün münaqişələri, xüsusən də 3-10 illik çəkən münaqişələri götürsək, bu rekord göstəricidir. Bir sözlə, hər iki tərəf güclü siyasi iradə göstərdi ki, toqquşmaya son qoyulsun və sülh səhifəsi açılsın. Biz cəmi 6 aydır ki, sülh içində yaşayırıq və inanın ki, bu çox xüsusi hissdir, çox yaxşı hissdir və Azərbaycan əhalisi bunları bölüşür. Əminəm ki, Ermənistan əhalisi də eyni hissləri yaşayır. Bağlantı layihələri və dəhlizləri bizi daha sıx birləşdirəcək, bir-birimizdən daha asılı edəcək, Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq və bu halda Azərbaycan, Gürcüstan və Ermənistan üç tərəfli qaydada nəhayət qarşılıqlı fəaliyyətə başlayacaqlar. Interaction on trilateral ground.